Vaxtınız xeyir. Qurbanəli bəy novellasının ikinci hissəsi ilə davam edirik. Düzdür, bu əsər qısa əsər olsa da, burada çoxlu xırdalıqlar var deyə biz bunu artıq iki hissəli çəkmək məcburiyyətində qaldıq. Deməli, burada Qurbanəli bəyin imarətinin qarşısına gəlirdilər və biz burada deyirdik ki, Qurbanəli bəyin imarətini göstərməklə onun necə varlı, zəngin bir həyat yaşadığını təzadlı şəkildə verilmişdi. Kərbəlayı Qasım yerdən bir daş götürürdü, orada zəng yox idi, daşla qapını döyürdülər. Bu zaman yekə papaq bir dənə kişi çıxır və Qurbanəli bəyin yanına qaçır, atın cilovundan yapışır. Qurbanəli bəy hələ atdan enməyib, xəncərin tiyazını qalxızdı kişinin üstünə. Bunun da bir dənə xəncəri var idi, bu yetim xəncəri hamının üstünə göstərirdi. Bu xəncərlə hər kəsi qorxudurdu. Nökər cavab verdi, deyir ixtiyar sənindir. Buradakı nökərin adı da Əli idi. Bəs tərifləyirdi, Əli plov bişirir. Sonra atdan yenib girdi həyətə, pilləkan qalxıb girdi otağa. Bəyin qaravaşı gəldi. Qaravaşın adı da Gülpəri idi. Gülpəri bunu görəndə burada deyir Gülpəri, bu xəncəri soxaram sənin qarnına. Burada ağanın gec gəlməsini sual-cavab eləyəndə Gülpəri idi. Görün Qaravaş burada ağadan niyə gec gəldiyini soruşur. Arvadı da dinmədi, çəkildi kənara. Yəni bu arvad da qoca arvad dinmədi. Bu zaman deməli Qurbanəli bəyin arvadı paltarlarını soyunmamış yatmışdı. Deməli, o ərini gözləmişdi. Əri gec gəldiyinə görə, görün necə gec gəlibdisə, bu artıq yuxu basmışdı və yatmışdı. Əvvəllər gedib durdu arvadın yanında. O yenə arvadını qorxutmaq istədi xəncərlə ki, bax xəncəri soxuram, gör arvaddan səs gəlmir, yatıbdı. Arvad ayılmadı. Qurbanəli bəy də buna görə dinmədi. Xəncəri yerə atır, sonra börkünü çıxardı, bir səmtə başladı soyunmağa. Paltarlarını, çəkmələrini çıxarıb, hirslə hərəsini bir yana atdı. Biraz da su içdi, uzandı yerinə. Bəy yuxu tutdu. Qurbanəli bəyin arvadı sübh vaxtı ayıldı. Gördü ki, əri bəs gəlibdi. Paltarını geyinib eşiyə çıxır. Qaravaş süpürgə ilə həyəti süpürürdü. Kərbəlayı Qasım əlində xəlbir tövlənin qabağında durub arpa təmizləyirdi və arpanı versin atlara. Demək, xanım Kərbəlayı Qasımdan soruşur ki, bəs niyə belə gec gəldiniz? Demək, Qurbanəli bəydən gec gəlməsini soruşan Qaravaş idi, amma Kərbəlayı Qasımdan soruşan isə xanım idi. Kərbəlayı Qasım da cavab verir ki, uzun çəkdi qonaqlığımız, ona görə gec gəldi. Bəs qonağın çox idimi? Sualını verir. Buna da deyir ki, bəli xanım, qonaqları çox idi. Kim idi qonaqları? Kərbəlayı Qasım dedi, mən nə bilim kim idi? Böyük-böyük adamlar idilər. Nəçənliyin özü də orada idi, çox adam vardı. Xanım yenə soruşur ki, bəs burada xanımlarla kişilər bir yerdə oturmuşdular. Kərbəlayı cavab verir ki, bəs bəli, qarışmışdı hamısı bir-birinə. Bu zaman bu aman Allah deyən isə Qaravaş olur. Qaravaş bunu çox təəccüblə qarşılayır ki, necə ola bilər ki, kişilərlə qadınlar eyni məclisdə üzü açıq otursunlar. Kərbəlayı Qasım biraz yavığa çağırdı və dedi, sən Allah Kərbəlayı Qasım nağıl elə görək. Burada yavığa, yəni qırağa çağırır ki, heç kim eşitməsin. Başlayır orada məclisdə baş verənləri soruşmağa ki, bəs danış görək, ağa kimdən danışdı? Yəni fonetik Azərbaycan qadınıdır da bu da. Kərbəlayı çıxasının ətəyini qalxızıb ağzını burnunun suyunu sildi. Tövlədən atları başladı bir-birinin üstünə çığırışmağa. Ümumiyyətlə Qasım bezmişdi də bu sual-cavabdan. İstəyirdi ki, bu sual-cavabdan qaçsın, amma arvad da onu bir növ sıxışdırmışdı, hər şeyi soruşurdu. Sən Allah Kərbəlayı Qasım nağıl elə görək nə olubdu? Dəxi nə deyim, çox qonaq var idi, neçənlik orada idi. Xanım yenə soruşdu. Urus arvadları kişilərlə nə danışırdılar? Bu zaman Qasım deyir ki, mən nə bilim nə danışırlar. Onlar rus dilində danışırlar. Mən də onların dilini bəs başa düşmürəm də. Kərbəlayı Qasım yenə üzünü tövləyə tutub atların üstünə qışdırdı. Deyir ki, ağam Urus arvadları ilə az danışdı, amma nəçənliklə çox danışdı. Aşpaz əlli samovarı gətirdi, çıxarıb qoydu pilləkana. Qaravaş süpürgəni dayadı divara, qalxdı pilləkənin üstünə və samovarı qalxızıb apardı evə. Aşpaz Əli yenib durdu xanımın qabağında və soruşdu: "Xanım, bu gün nə bişirim?" Xanım Qaravaşı çağırıb dedi: "Qurbanəli bəy gecə demədi, nə bişirək?" O da deyir ki, "Yox, heç nə demədi axı." Gecə ağa elə hirsli gəldi ki, məni istəyirdi ki, öldürsün. Bunu Qaravaş deyir. Qaravaşın bu sözünə xanım inanmır ki, bəs bunun əri öpülüb göz üstünə qoyulacaq biridir də. Bunun əri heç vaxt elə bir şey eləməz. Yaxşı, yaxşı, elə danışma, dəli olmamısan ki. Vallahi xanım, ağam evə girən kimi xəncəri çıxartdı mənə ki, bəs səni öldürərəm. Xanım bir qədər dinmədi, üzünü tutdu Kərbalaya. Kərbalaya, de görüm, keflənmişdi. Bu zaman deyir ki, xeyr, keflənməmişdi. Yəni yalan danışır. Xanım girdi içəri, yavaşca Qurbanəli bəyin yanına yavıqlaşıb gördü ki, bərk yuxudadır. Sonra çıxdı eşiyə, aşpaz Əliyə də 16 qəpik pul verdi ki, Əli get 2 girvənkə ət al gətir. Bozbaş bişir. Əli pulları aldı və dedi, baş üstə.
üstə Kərbəlayı Qasım Əli üz qoydular aşpazxanaya tərəf getməyə. Gün qalxdı, günorta oldu. Kərbəlayı Qasım həyətdə oturmuşdu. Tut ağacının dibində hərdən bir daş götürüb atırdı ağacın başına və tut quşlarını qovurdu. Hərdən bir də yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasımın yanına və başladılar onlar tutub yerdən yeməyə. Bunlar ağacdan yemirdilər, yerdən yeyirdilər. Çünki icazələri yox idi ki, ağacdan yesinlər. Biraz keçdi, xanım da gəldi bunların yanına, başını qalxızıb bir qədər yetişmiş tutlara baxdı və Kərbəlayı Qasıma dedi ki, çıxsın ağaca, tut, silkələyirlər onu, tut tökülürdü aşağı. Qaravaş evdən bir çarşov gətirdi, aşpaz Əli də bunların yanına gəldi. Siz çarşovu tutun, mən çıxım. Deməli, burada aşpaz Əlinin özü deyir ki, mən çıxım ora, tutu silkəliyim. Əli çıxdı ağaca, xanım Qaravaş, Kərbəlayı Qasım çarşovu tutdular. Əli ağacın budağının birini tərpətdi. Yetişmiş qəşəng tutlar töküldü. Əli qalxdı biraz da yuxarı ağacın başına, kəndin ətrafı əliçi kimi görünürdü. Əlinin gözünə bir belə şey sataşdı. Bu zaman burada ünvan da verilib ki, Hacı Heydər dəyirmanının yanında kəndə sarı bir dəstə atlı gəlirdi. Əvvəl Əli buna fikir vermədi, amma sonra gördü ki, bunlar bu kəndin adamına oxşamırlar da. Buna görə də Əli üzünü tutdu aşağı və Qasıma deyir ki, kəndə çoxlu atlı gəlir, amma kəndliyə oxşamır. Kərbəlayı Qasım da deyir ki, baxdılar bir-birinin üzünə, xanım dilləndi. Bax, xanım burada deyir ki, Qasım, çıx aşpazxanadan sən də bax, gör onlar kimdirlər. Qasım da gedib qalxdı aşpazxanaya, alçaq divara, oradan qalxdı aşpazxananın damına, gözünün üstünə qoyub dedi, kəndin yaxınlığında Kərbəlayı Qasımın gözünə əvvəl 2 atlı göründü, daha sonra isə atların bərk çarpdılar. Dəq bunlardan safa yolda bir şey görünmürdü, amma bir qədər keçdi, mərəzənin yanında söyüd ağaclarının dalında bir dəstə atlı çıxdı. Burada 2 dənə yer adı verilibdi. Mərəzənin yanı, bir də Hacı Heydərin yanı, yəni 2 dənə yer adı verilmişdi. Bunların içində naçalnik və pristavların düymələri, xanımların şlyapalarından artıq o bildi ki, bunlar dünənki qonaqlardır. Tez qaçır, gəlir, xəbər verir ki, xanım, bu gələnlər deyəsən elə dünənki qonaqlardır. Xanım çarşovun ucunu saldı yerə, gəldi Kərbəlayı Qasıma. Yaqub dedi ki, dünənki qonaqların burada nə işləri var ki? Kərbəlayı Qasım əlini qoydu birinin üstünə və cavab verdi. Mən nə bilim, ay xanım, bu heyində küçədə mərəkə qopdu. İtlərin hürüşməsi, adamların qaçışması, at tapıltısı biraz da keçdi, küçə qapısı döyüldü. Xanım qaçdı içəri, pəncərədən küçəyə qaçıb gördü ki, küçə doludur adamlarla. Hamısı rus qulluqçuları, rus xanımlardır. Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünəndən pristavın evində qonaqların hamısı gəlib dayanıb qapıya. Xanım tez qaçdı eşiyə, əlini çağırıb dedi, get de ki, ağı evdə deyil. Əli qaçdı küçəyə, qapısına və xanıma dedi. Xanım qaçdı evə ki, Qurbanəli bəy bəs oyatsın. Qurbanəli bəy də elə a-ı elədi, oyanmadı. Qurbanəli bəy yenə a-a eləyib gözlərini açdı və arvadına dedi, cəhənnəm ol. Görürsüz arvadı ilə necə kobud danışırdı, amma məclisdəki qadınlarla necə incə, mülayim danışırdı. Qurbanəli bəy gözlərini açdı, qalxdı, oturdu, soruşdu, nə deyirsən? Arvadı sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikir elədi və qaçdı otağın o tərəfinə, bu tərəfinə. Arvadı dedi, qoy desinlər ki, ağı evdə deyil. Arvadı çıxdı eşiyə, bəy mələfəni götürüb, çarşov kimi saldı başına, çıxdı həyata, qaçıb soxuldu tövləyə. Girdi axura. Nökərlər, qonaqlar dedilər, ağı evdə deyil. Naçalnik bu cavabı eşidib təəccüb elədi. Qeyri-qonaqlardan özü də mat qaldı. Kəndlilər başladılar qonaqların atlarını dolandırmağa. Naçalnik çıxarıb, burada kəndlilər qonaqların atlarını dolandırmağa, yəni kəndlilər qonağın atını da dolandırırdılar. Naçalnik çıxarıb papirosu yandırdı. Bəy hara gedib evdə deyə. Nökərlər cavab verdi, bilmirik. Naçalnik dinmədi, soruşdu. Özgə yerə gedəcəkdi, bizi niyə qonaq çağırırdı? Nökər cavab verdilər ki, bilmirik. Xanımlardan bir stəkan su istədi. Burada xanımlardan biri su istəyir. Qasım da qaçır evdən su gətirir. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedi, dəxi niyə dururuq? Qayıdaq gedək də. Naçalnik buna razı oldu. Amma dedi ki, Qasımdan icazə alır. Bax, Qasımdan icazə almasına deyir verilib ki, bəyin atları tövlədədir. Deyir, bəli, tövlədədir. Naçalnik yoldaşlarına təklif eləyir ki, çox əcəb, biz bu qədər yolu zəhmətlə gəlmişik, heç olmasa bəyin atlarına baxaq, bəs sonra qayıdarıq da. Onlar da razılaşırlar və burada izin istəyir ki, girmək olar. Kərbəlayı Qasım da deyir ki, bəli, girmək olar. Amma burada Qasım bilmirdi ki, Qurbanəli bəy tövlədə gizlənib. Əgər bilsəydi, qoymazdı. Naçalnik 2 pristav, burada naçalnik 2 pristav, mal həkimi, xanımlar, kazak əfsəri girdilər məyətə, üz qoydular tövləyə. Qurbanəli bəy arvadın həyətdə qonaqları görüb qaçdı, soxuldu otağa. Qonaqlar girdilər tövləyə. Naçalnik qabaqda atı görüb dedi, bu elə bəyin dünənki atıdır. Sonra qonaqlar yeridi içəri bir çəyir atın yanında dayandılar. Naçalnik atın qabağına
qabağına keçir. Qasımdan soruşur: "Budurmu bəyin təriflatı?" O da deyir: "Bəli, budur." Qonaqlar başladılar atın o tərəfinə, bu tərəfinə dolanmağa. Naçalnik axıra tərəf hərəkət eləyib istədi atın ağzına baxsın. Bu zaman Naçalnik ağ bir şey görür, elə bil ki, ölüdür, kəfənə bürünübdür. Naçalnikin gözünə sataşdı və bu Naçalniki qorxudur. Naçalnik yanındakı pristavın əlinə yapışıb yavaşca yeridi axurun yanına və diqqət eləyib gördü ki, bəs bu Qurbanəli bəydir. Bunu görəcək Naçalnik çəpicap güldü. Rəfiq, sən də burdasan? Qonaqlar bir-birinə gəlib diqqətlə baxdılar, çəkilib durdular. Kənarda Qurbanəli bəy yerindən heç nə tərpəşmədi. Qonaqlar çıxdılar küçəyə, atları mindilər və iz qoydular getməyə. Bu əsər ona görə novella adlanır ki, biz burada gözləyirdik ki, Qurbanəli bəy bunlara doğrudan da qəşəng plovlu bir qonaqlıq verəcəkdi. Halbuki Qurbanəli bəyi biz tövlədə tapırıq. Buna görə də bu əsərin sonu gözlənilməz sonluqla bitir və novelladır. Əsər epik növdə yazılıbdır. Bu əsərin təhlili və əsərin formasıdır. Hekayə janrında, yəni novellada yazılmışdı. Novella forması idi. Hadisələr təhkiyə sürüldü. Əsər nəsr şəklində yazılıbdır. Burada satirik hekayə idi və Qurbanəli bəy satirik obrazı idi. Burada yumoristik gülüş hədəfi deyildi, satirik gülüş hədəfi idi. Qurbanəli bəy obrazının timsalında mənfiliklər, yaramaz keyfiyyətlər özünü göstərmişdi. Daha sonra Qurbanəli bəy Qapazlı kəndini mülkədarı kimi verməkdə burada kinayədən istifadə olunmuşdu. Qurbanəli bəy tazadlarla dolu obrazı idi ki, rus arvadları ilə xoş münasibət, öz arvadı ilə isə mənfi münasibətdə idi. Daha sonra biz burada deyə bilərik ki, Qurbanəli bəyin hərəkətləri bir növ onun hərəkətləri digərlərinin gülüş obyektinə çevrilmişdi və Qurbanəli bəy öz danışığı ilə öz xarakterinin açılmasında xidmət edirdi. Daha sonra burada Naçalnikin kəndə gəlmə səbəbi pristavın xanımının ad gününə görə idi. Hadisələrin çoxu isə pristavın evində baş verirdi. Bəs Qurbanəli bəygilə gəlmə səbəbi isə Qurbanəli bəyin dəvəti olurdu. Daha sonra Qurbanəli bəy başqa millətlərdən olan qonaqların iştirak etdiyi məclisdə milli kimliyinə layiq şəkildə davranmırdı. Özünü onlara yaltaq kimi göstərirdi, nökər kimi göstərirdi. Bəs Qurbanəli bəygilə gələndə atlara baxma təklifini isə burada Naçalnik verirdi. Müəllif Qapazlı kəndi dedikdə Qapaz altında, işğal altında olmasını göstərirdi ruslar tərəfindən. Daha sonra biz burada deyirik ki, milli kimlik, şəxsiyyət hissini itirmiş insanlar gülünc vəziyyətə düşmələri qaçınılmazdır. Fikri aşılanlar əsərin ideyası kimi. Sağ olun, salamat qalın. Qurbanəli bəy hekayəsi bu qədər.